Bu, Molla Yasin və Molla Qulam. Onlar əskərlikdə olmayıblar. Ona görə də hər 3 yaşdan birini pulsuz aparıb vətənə öz borclarını qaytarırlar. Hoş geldiniz. Hoş geldiniz. Kesin öyle. Allah acı versin. Kesin o kolundan tut zahmet olun. Yatır ki o. Vay vay vay. Bunlar ne aldın? Geç. Ona yer elə qoy otursun o da. Azlarım, bax elə burada deyirlər ki Şam-ı Hicri Qumimət. Bəli. Yəni ki kimin əvvəli, kimin axırı mənməzləri. Allah mı? Bəli. Bəli. Deyirlər 2012-ci ilin axırı dünya dağılacaq. Bu da söhbətdir. Mənim balam, sənin dünyan onsuz da dağılıb. Sən bu 2012-nin axırını niyə gözləyirsən? Bəli. Elə onu deyirdim mənim əzizlərim. Vallahi elə oğlanlar tanıyıram. Yediğini su başına getmirdi ki birdən acar. Bəli. Yeməyə də heç nə yox. Amma indi pulunu balta kəsmir. Elə oğlan da tanıyırdım ki vaxtı ikən hamısı onun başına and içərdi. Amma getdi elə bir kırığa qoşuldu, elə bir insanların əhatəsinə düşdü ki sonra oldu narkoman. Bax elə bizim bu mərhum Osman balamız da mənim yadıma gəlir. Əvvəllər onu tanıyanlar bilir də, indi onun yoldaşları oturublar burada. Bu Osman balamız əvvəllər dükanlara mal vururdu. Bəli. Elə bizim də balaca bir dükanımız var, ora mal vururdu. Sonra bir ara bu itdi. İtdi, bəli. Mən isə görmürdüm bunu. Bu yaxında elə qardaşını gördüm bir 10 gün, 20 gün bundan qabaq. Soruşdum ki bu Osman bala hardadır, niyə görünmür? Dedi ki Osman mal vurur. Bəli. Dedim bəs niyə bizim dükana mal vurmur? Dedi ki da Osman evdə mal vurur. Ha, bax onda dodağımı dişlədim. Bax balaca bir məlumatım var idi bu mərhum haqqında. Mərhum. Necə ki bu mərhum birinci başlayıb evin televizorunu satmağa, özü də gətirmişdi mənə satırdı. Dedim yox, mənə haram mal lazım. Alma. Evin televizorunu satdı. Sonra keçdi haladenliki satdı. Bəli. Sonra getdi nə bilim halça palazı satdı. Sonra onlar qutarandan sonra keçdi hamamda İranskı şapitləri satdı. Sonra getdi qənd qabını satdı. Telefonun adaptörünü satdı. Axırda da qonşu onu satdı. Bəli. Gəldilər evdən apardılar polislər. Getdi 3-4 il yatdı. İndi hamı dedi ki, yani indi bu Osman ağırlanar da. Ağırlanar, bəli. Yo, Osman çıxdı, başladı yenə də satmağa. Bəli. Üzr istəyirəm məclis əhlindən, üzr istəyirəm dönə-dönə. Axırıncı dəfə bu evdəkilərin başladı alt paltarlarını satmağa. Onda ucab evdəkilər bunu tutdular. Bəli. Dedilər Osman bir bu qalmışdı, bunu da elədin. Allah sənə lənət eləsin. Allah lənət eləsin. Allah rəhmət eləsin. Rəhmət eləsin. Göz yaşı deyir tökübmüş ki, mən ucay özümə nifrət edirəm, daha mən bu işi görmərəm və bu işə tövbə edirəm. Heç gözümün ucu ilə də ona baxmaram. Bəli. Amma daha bilmir ki, ataların gözəl bir məsəli var. Osmanın gözünə tövbə yoxdur. Yəni nə bilim, axırıncı dəfə də onu gördüm, yenə də o ölməmişdən qabaq, yenə bir tində zırramışdı, nə bilim, Allah rəhmət elə. Buyur. Üzr istəyirəm Yasin müəllim, müdaxilə eləyəcəm. Buyurun. O hadisədən sonra
evdəkilər bundan atqaz elədi. Görürsən. Bu da qaldı çöldə, bayırda böyrəkləri atqaz elədi. Axırıncı dəfə də o qədər mal vurub ki, gedib uzanıb ferman həyətində mal vurub onu. Özündə olmayıb, düz 12 baş iri buynuzlu mal keçib onun üstündən. Qalıb ayaqları. Yəni bir sözlə rəhmətliyin canı xarab olur. Deyir bir həqqi şəmidi mət. Yəni ki, malım xarab olunca elə canım xarab olsun. Nəysə, söhbəti uzatmayaq. Mərhumun ənvatına bir salavat zikr eləyək. Allah rəhmət eləsin. Yaxşı deyil. Hələ də bir cürətdir. Onun üçün də mənim əzizlərim, gərək elə əməllərlə məşğul olasınız ki, sonra da sizdən atqaz eləməsinlər. Görürəm burada hamı cavanlar oturublar. Elə şeylərlə məşğul olasınız ki, o şeylər insana bir xeyir gətirsin. Yəni ki, sağlamlığına xeyir gətirsin. Bir şey deyəcəm, yəqin ki, atqaz eləməzsiniz. Biz bu yaxınlarda bir qəşəng sport zal açmışıq. Ürəyiz istəyən qəşəng üz güçlü idi, sonra qəşəng ştanqlardır, belə turniklərdir, yəni hər cürü. Gəlib qəşəng idman eləyə bilərsiniz. Özdəki aylığı da ucuzdur, başqa yerlərdən ucuzdur. Belə o gic-gic şeylərlə məşğul olmaqdansa gəlin idman eləyin. Dur vizitkaları payla qardaşlara. Dur payla da, dur payla. Gələn sən gəl. Sən gəl hərdən dağıtın o turnikdə. Sən də düş yerə hərdən məşq elə, yerdə məşq elə. Nə var olsa? Ada bu telefon satır ki. Sat onu oğlum, aylığın ver qulama, gələrsən məşq eləyərsən. Əgər arzusu serial qurulsa